Salam uşaqlar. Demək, tam cəbri ifadələrdən 38-dən sonra nümunələri çəkib sizə göstərəcək. 38-əcən həll eləmişdik. 38-dən sonra nümunələrə baxacaq. Demək, 39-da 38-dəndir. 40-a baxırıq. A üstü 4, 10 da üstü 5, vurulsun A üstü 12. Bərabərdir. 4'ü 5'e vururam 20. A üstü 20. Çünkü qüvvətə yüksələn üstlər vurulur. A üstü 12. Əsasları eyni olan qüvvətlər vurulanda əsas saxlanılır. Qüvvətlər toplanılır. 20'nin üstünə 12 eləcək 32. Cavab bu variantı. Sonra gəlir fərqli misal 42'dir. 42'də belə yazacaq ki, 3A çıxılsın 5B, çıxaltıcı. Qiymətlər də var. 3 vurulsun. A'mızın yerinə yazıram. Mənfi 4,2. Çıxılsın. 5 vurulsun. 2,1. Çıxılsın 6 vurulsun C'yə. 3'ü 4,2'ye vuranda elir mənfi 12,6 çıx. 5'i 2,1'e vuranda 10,5. Ondan da çıxacam 18'i. Hər ikisi mənfidir, 3'ü də mənfidir deyənə bunları toplayacaq. Mənfi 12,6'ın üstünə 12,5 gələndə eləyir 25,1. Onun da üstünə 18 gələndə 10 tam deyə bağışlayayım burada. Mən 12 gördüm. 12'nin üstünə 10, 22 eləyəcək 23,1. Onu da 18 gələndə eləyəcək 41,1. D variantı mənfi. Demək 43 də ondandır. 44 də əsasları eyni olan qüvvətləri vuranda əsas saxlanılır, qüvvətlər toplanılır. Böləndə isə əsas saxlanılır, qüvvətlər çıxılır. Demək, onun üstünə mənfi 2 gələndə eləyir 8. 8-dən də mənfi 2 çıxanda 11. O deyiləcək bərabərdir A üstü 11. C variantı. Demək, 45-ci misala baxırıq. Demək, 3A kvadrat B'nin kubu vurulsun. Mənfi 3'də 1 AB kvadratın üstü 2. Yəni 3 üstü 3 eləyir 27. A 2'ni 3'e vururam eləcək A üstü 6. B üstü 3. Vurulsun. Mənfi 3'də 1'in kvadratı eləyəcək 9'da 1. A üstü 1'dir. 1'i 2'ye vururam 2. B üstü 4. O da bərabərdir. 27'ni 9'da 1'e vuranda eləyir 3. A üstü əsasları saxlayıram. Qüvvətləri toplanır. 8. B üstü 7. Bir əlinin qüvvəti əmsaldan 2 dəfə böyükdür. Əmsal 3'dür. Qüvvət bunları toplayıram 15. 15 3'e bölünən 5'dir. 5 dəfə böyükdür. Cavab bu variantı. 46-cı misalda həmin ondandır. Yazmaya ehtiyac yoxdur. O özünüz işləyəcəksiniz. 47-ci misal belədir ki, hansı tam ədəd deyil. Demək, burada 2 üstü 12 çıxılsın 1'i yazıram mən. 2 üstü 2, 6, onun da üstü 2, çıx 1. Bu da kvadratlar fərqinə görə olacaq 2 üstü 6 çıx 1. 2 üstü 6 üstə gəl 1. O da bərabərdir. 2 üstü 6 eləyir 64. Ondan birini çıxanda 63 vurulsun. 2 üstü 6 64. Onun da üstünə 1 gələndə 65. Demək, enimiz oldu 63 vur 65. İndi hansı tam ədəd deyil deyirsə, demək biz məxrəcdəki ədədlərə baxırıq. Hansısa bu ədədlərin bölünən ədəd olmamalıdır. Məsələn, 21 qoysuq, 63 21'e bölünür, olmaz. 65 13'e bölünür, bu tam ədəddir. 65 5'e bölünür, bəli. 45 məsəl üçün 5'e bölünür,
65 ilə ixtisar olunur. Qalıb da 9, 63 də 9 ilə ixtisara gedir. Ona görə kəsr ədəd alınır. Tam ədəd alınır. Tam olmayan D variantıdır. Yəni burada heç 11-ə bölünən ədəd yoxdur. Demək, 48 də bundandır. Gəldik 49-a. İfadəsini sadələşdirin. Demək, burada kvadratlar fərqidir. Bax bu. Bu olacaq x üssü 4 çıx x kvadrat çıx 4 vurulsun x kvadrat üstə gəl 4. O da bərabərdir x üssü 4 çıx 16. Cavab E variantı. -51-ci misal. -3 üssü 4 vurulsun 12'ni yazıram mən 3 üssü 2 vurulsun 4 üssü 2 bölünsün 6'nı yazıram 2'ni 2'ye vururam 4 6 üssü 4 bərabərdir. -3 üssü 4 elə cüt ədəd olduğuna görə olur 3 üssü 4 vurulsun 3 üssü 2 4 də 2 üstü 2'dir yəni o da 2'ye vuracam eləcə 2 üstü 4 bölünsün 6'nı yazıram 2 üstü 4 vurulsun 3 üstü 4 bax 3 üstü 4 ilə 3 üstü 4 gedir 2 üstü 4 ilə bu gedir qalır 3'ün kvadratı 9 A variantı. 52 K və M-in yerinə elə bir ədədlər yazın ki bərabərliyi eynilik olsun. Bu iki ifadə fərqinin kvadratıdır. Yəni birincinin kvadratı eləyəcək 4 A üssü 6. Birinci ilə ikinci A-sını 2 misli. 2'ni 3'ə vururam 6. O da 2'ye vururam 12. A üssü 3 B kvadrat üstə gəl 9 B üssü 4. K'mız buna bərabərdir. -12. B'miz də buna bərabərdir. K -12 A kub B kub. B'miz də 9 B üssü 4. Bu da cavab C variantıdır. Sonra baxırıq 65'ə. Bu 65'i uşaqlar 55'i başlayın. 55'i elə cür yazmaq olar ki, vurub açıb sadələşdirməklə də yazmaq olar. Amma iki ifadənin cəminin kvadratı kimi də yazmaq olar. Yəni bu 6 çıxılsın 2 qız. Çıxılsın 7 çıxılsın 4x'in kvadratı deməkdir. Bu. Atsam birincinin kvadratı çıxılsın birinci ilə ikinci alsın 2 müslü. Üstəyəl ikincinin kvadratı bunu verir. 6'dan 7 çıxıram eləyir -1. 2 qız bu mənfi olacaq 4 qız. 2 qız -1 çıxılsın. Üstə gəlsin 2 qız kvadratı. Və yaxud da ki 2 qız çıx 1'in kvadratı. İndi hansı variantdır? Burada -1 çıxılsın 2 qız oldu. Burada 6 çıxılsın 2 qız çıxılsın 7 istəyən 4 cavab olur elə 1 çıxılsın 2 qızın kvadratı. Burada kvadrat olduğuna görə olacaq elə 1 çıxılsın 2 qızın kvadratı. Cavab 2 qız çıx 1 eyni şeydir. Kvadrat olduğuna görə fərqi yoxdur. Gəlir 57'də. Burada ifadəsinin ən böyük qiymətini tapın. İfadəsinin ən böyük qiymətini tapanda belə bir düstur var. N0 bərabərdir. -4AC çıxılsın B kvadrat bölünsün 4A'ya. Bu düsturla da tapmaq olar birbaşa. Və yaxud ki M0'ı taparam -B böl 2A. Aparıb bu qiymətdən sonra burada dəyişənin qiymətini yerinə qoyub yaza bilərəm. Burada bərabərdir. Mən buna yazacağım. 4 vurulsun. A'mız -1'dir.
C'miz də 1-dir. Çıxılsın B kvadrat. B'miz 5-dirsə 5-in qadı 25. Bölünsün 4'ü mənfi 4'ə. Bərabərdir. Burada olacaq mənfi 4. Çıxılsın B kvadratdırsa 25. Burada mənfi 4'dən 25 çıxanı. Mənfi 20. 9 böl 4. O da eləyəcək. Mənfi 4. Müsbət olduğuna görə 7 tam %25. Sonra 59 tipli misaldan da elədik. Sonra gəlirik 61 nömrəli çalışmaya. 61 də əslində onlarda həmin tipli misallardandır. Sadəcə olaraq biraz rəqəmlər fərqlidir. Buradan kvadratlar fərqi gəlir. Yəni A üssü 6 çıx B üssü 4 çıxılsın. Bunun kvadratı birincinin kvadratı edir A üssü 6. Çıxılsın birinci ilə ikinci alsın 2 müslü. Yəni üstəgəl olacaq. Qarşıdakı çıxağa görə üstəgəl olacaq. 2 vurulsun A kub B üssü 2. Buradan çıxaq olacaq. Çünki buna görə 9 B üssü 4. O da bərabərdir. Bunlar gedir. Qalır burada 2A kub B kvadrat. Burada mənfi B üssü 4. Burada da 9 B üssü 4. Eləyəcək 10 B üssü 4 çıx 3. Burada cavab görülməsə də deyəsən C variantıdır. Üstündə mən yazmışdım deyənə görülmədi. Bəli, C variantı olur. Demək ki, burada A-nı B-yə vururam. Bu misalda 63 nömrəli çalışmada A-nı B-yə vuranda olacaq 4x kvadrat çıxılsın 9 bərabərdir A vurulsun B-yə. Bu misalımızda da 2x kvadrat bərabər 3-ə. Burada da 2x kvadratımız 3-dürsə 4x kvadrat bərabər 9 olur. Aparıb yazacağım 9 çıx 9. 6 olacaq burada, bağışlayın. Çünki 2-yə vurmaq lazımdır, kvadratda yüksəltmək yox. 6. 6-dan 9-un çıxacaq, mənfi 3 cavab. Var, mənfi 3 görək burada variantlarda, bu da görükmür. Mən üstünə yazıma görə bəli, D variantıdır. 65-i yazırıq. 65-də vurub açırıq. A-nı A-ya vururam, eləyir A kvadrat. A-nı 7-yə vururam, edir 7A. Çıxılsın 8A, çıx 56. Bu da bərabərdir. A kvadrat çıxılsın A, çıx 56. Bunu bir-birinə vuracam. İndi eləyəcək A kvadrat. Çıxılsın 11A, üstə gəl 10A, çıx 110. Bu da bərabərdir. A kvadrat çıx A, çıx 110A. Bax, burada A kvadrat çıx A-nın A kvadrat çıx A eynidir. 56 çıxmışıq, bir də 110 çıxmışıq. Hansından ki, böyük ədəd çıxmışıq, o kiçikdir. Demək, A böyükdür B-dən. A böyük B-dən C variantıdır. 66-cı suala baxırıq. Y çıxılsın Y, 0,9 aparıb yerinə qoyacaq. Üstə gəl, 3-də 1 vurulsun, Y çıxılsın X. Əgər X çıxılsın Y 0,9-dursa, Y çıxılsın Y mənfi 0,9-dur. O da bərabərdir. 0,9, 3-də 1-i mənfi 0,9-a vuranda çıxılsın, 0,3 olur. O da bərabərdir. 0,6. Sonra gəlirik 68-ə baxırıq. 68-də vurub açırıq, sadələşdiririk. 2 ifadənin cəminin kvadratıdır. Birincinin kvadratı çıxılsın. Birinci ilə ikinci alsın 2 müslü.
eləyəcək 10x üstəgəl 25 çıxılsın x-i buna vuracaq eləyəcək 10x çıxılsın x-in kvadratı. X kvadrat çıxılsın 10x üstəgəl 25 çıxılsın 10x o da çıxılsın x kvadrat. Bununla bu gedir. Mənfi 20x üstəgəl 25. X-imiz də mənfi 20-də 1-dir. Mənfi 20-ni mənfi 20-də 1-ə vururam. Üstünə 25 gəlirəm. Bu eləyir 1. 1-in üstünə 25 eləyir 26. Burada cavab eləyir 26. Gəlirik 70-ci misal. Baxın, bu misalda bu iki ifadənin cəminin kvadratıdır. A üstəgəl B-nin kvadratı. Çıxılsın, burada 7-ni mötərizə xaricinə çıxarsam A üstəgəl B olur, üstəgəl 1. İndi A-mız 4,13'də 5'dir, B-miz 2,13'də 8'dir. Toplayacağım. Demək 4,13'də 5 üstəgəl 2,13'də 8'in kvadratı çıx. 7 vurulsun. 4,13'də 5 üstəgəl 2,13'də 8. Bu da üstəgəl 1. Bu 7 eləyir. 7'in kvadratı 49. Çıx 7, 7'yə vururam 49 üstəgəl 1. Bu ilə bu gedir. Cavab qaldı 1. Sonra gəlir, bu misallardan eləmişdik, qüvvətlərdən. Gəlirik 74'ə baxırıq. 74'də deyir ki, M1 və M2 bir ədədlərin cəminin dərəcəsi 18, M1 bir ədədin dərəcəsi 6-dır, M2 bir ədədin dərəcəsini tapın. Baxın uşaqlar, bir ədədlərin dərəcələrin tapanda biz demişdik ki, bir ədədin dərəcəsi orada iştirak edən hərflərin qüvvətlərinin ən böyüyüdür. Cəmi ilə fərqində dəyişməyəcək. Elə ən böyüyü hansıdırsa biz onu götürəcək. Vurma ilə bölmədə amma dəyişəcək. Demək, M1 və M2 bir ədədlərin cəminin dərəcəsi 18-dirsə, M1 6-dırsa, demək M2 ilə 18-dir. Sonra gəlir 75 ilə 76-nın birin izah edeyim. X kvadrat çıxılsın Y kvadrat. Bunu iki cür eləmək olar. Ya muxtasar ümmat üsturu ilə açıram. X üstəgəl Y. X-in yerinə durub 3/15 üstəgəl 3/-15 çıxılsın Y. Yəni bu 3/15. Bu da üstəgəl 3/-15 olacaq. Vurulsun. B-nin də Y-in yerinə də durub olacaq. X-in yerinə 3/15 üstəgəl 3/-15 üstəgəlsin 3/15 vurulsun 3/-15 bərabərdir. Vurulsun yox, çıxılsın. 3/15 ilə bu gedir. Qaldı. Burada da hansı ilə gedir? Bunlar da bu gedir. Yuxarıda qalır. 3/15'lər gedir. Qalır 3/-15. -15 vurulsun 3/-15. Vurulsun. Burada da nə qalır? 3/15 vurulsun 3/-15. 15 -15 0 eləyir. 0 kəmiyyətdə 1'ə bərabərdir. Sonra burada biraz tam aydın olmadı. Gəlin bu ayrıdan yazın. Demək 3/15 üstəgəl 3/-15 çıxılsın. Y-in qiymətini yazacağım. 3/15 çıxılsın olduğuna görə bu üstəgəl olacaq. Olacaq 3/15 -15. Bunu ilə bu gedəcək. Qalacaq nə?
2 vurulsun 3 üstü mənfi 15. İndi x üstəgəl y tapdıq. İndi x çıxılsın y tapdıq. İndi x üstəgəl y tapaq. 3 üstü 15 bu üstəgəl 3 üstü mənfi 15. Üstəgəlsin 3 üstü 15 çıxsın 3 üstü mənfi 15. Bunu ilə bu gedəcək. Qalacaq 2 vurulsun 3 üstü 15. O da bərabər 4. 3 üstü mənfi 15. 3 üstü 15. Eləyir 3 üstü 0. O da 1'ə bərabərdirsə 4'ü 1'ə vururam 4. Gəldik 77'də. Bir ədədin qüvvəti 13 olarsa, bir ədədin qüvvəti 13 isə demək orada iştirak edən hərflərin üstlərinin cəmi 13'dür. 1 üstəgəl 5 üstəgəl n üstəgəl 1 bərabər 13'ə. 6 üstəgəl n üstəgəlsin 1 bərabər 13'ə. N də bərabərdir 6'ya. Aparıb n'in yerinə burada 6 qoyacağım. Burada. Olacaq 5 a kvadrat b c üssü 6'dan 1'in çıxıram 5. O bir ədədin qüvvətdə 2'nin üstünə 1 3, 3'ün üstünə 5 8'ə bərabərdir. Demək 79-cu misala baxırıq. Demək 2 üstü buradan 7 üstü 25'i çıxarsam mötərizə xaricinə. Burada qalacaq 2 vurulsun 7 çıxılsın 5'ə. Məxrəcdə də qalacaq 49 12'dirsə bu da olacaq 7 üstü 49 7'nin kvadratı deməkdir. Bu da buranda 24. Bu da bərabərdir. 25 budur 24 budur qalır 7 vurulsun 14 çıxılsın 5. 14'dən 5'in çıxanda 9 9 və 7 63. Bu misallar tipindən də həll eləmişik. Gəldik ətraflı yazı tələb olunan bir dənə sual var. Onu da yazın. Demək, burada cədvələ verilənlərə əsasən M1'in 5, M2 üssü 11 çoxaltısının dərəcəsini hesablayın. M1 bunun dərəcəsi. Biz dedik ki, orada iştirak edən dərəcələrinin ən böyüyü deyilir. Vurmada toplayacaq. 4'ü 8'ə vuranda 32, 2'ni 8'ə vuranda 16. Demək, bu çox ədədin dərəcəsi 32'dirsə, onda M1'inki 39'dan 32'ye çıxanda 7 eləyir. Bu birisində 6'yı 7'yə vuranda 42 eləyir. 5'i 7'yə vuranda 35. Demək, ən böyük 42'dir. 46 olubsa, onda M2'in də olacaq. 6 və 7 42'dirsə, 46 olubsa 4 olacaq qüvvəti. Demək, indi M1 üstü 5 vurmadır. Onda 7'ni vuracam 5'ə. O da vuracam M2 üssü 11, 4'ü vuracam 11'ə. 4'ü 11'ə vuracam. 7'yi 5'ə vuranda 35, 4'ü 11'ə vuranda 44. O da eləyəcək 79. Bu tam cəbr ifadələrdən də hər tipli misaldan həll elədim. Digər misallarda bu həmin misallara baxıb həll eləmək sizin öyrənmənizə kömək edəcək. Sağ olun, növbəti videoda görüşərik.